Son günlər sosial şəbəkələr zəbt edir ki, Adnan Əhmədzadə 5-6 milyard neftin pulunu yiyib. Ondan qabaq filan nazir 5-600 milyon yemişdi. Ondan qabaq filan nazir 50-60 milyon yemişdi. Ondan qabaq filan nazir 2-3 milyard yemişdi. Filan icra başçısı 50-60 milyon. Hansını tərif edirsən? 50 milyon, 100 milyon, 1 milyard. Bunlar yiyirlər, tutulurlar. Sonradan da qaytarırlar əmlaklarını geriyə. Verirlər özlərinə. Onsuz da bunlar bunu öz şəxsi malları kimi onsuz da zəbt ediblər. Yiyiblər, talayıblar. Bunun heç bir aidiyyəti yoxdur. Biri milyonlu saatları ilə gündəmə gəlir, məmur bağları. Biri milyonlu ay kəsilmələrlə gündəmə gəlir. Yəni deyirəm, mən vətəndaş olaraq, biz vətəndaş olaraq bizə heç bir aidiyyəti yoxdur. Niyə? Çünki onlar orada qalsaydı da bizə heç bir xeyri olmayacaqdı. Amma mənim məsələm dönüb Məşdiqanın hambalının məsələsinə. Buradan üzümü yenə də tuturam Azərbaycan Respublikasının prezidenti, hörmətli cənab İlham Əliyevə. Cənab prezident, bildirmək istəyirəm ki, Məşdiqanın hambalı olsun bildirirəm ki, cəhənnəm bu milyonlar, onsuz da gediblər, bunlar yiyiblər. Mənim də bir Abbasın verində qanuni haqqımı məhkəmə qətnamaları ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mənimsənilmiş əmlakıma görə əlimdə məhkəmə qətnamaları var. Bu yiyilən milyonların, milyardların əvəzinə mənim də məhkəmə qətnamaları əsasən pulumun ödənilməsini göstəriş verin. Həmin o pulumdur ki, həmin o mənimsənilən əmlakımdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məmurları mənimsəyib. Həmin o məhkəmə qətnamalarıdır ki, Lənkəran İcra Proporsiya şöbəsi məmurları məndən istədiyi rüşvətinə görə həmin məhkəmə qətnamaları icra olunmur. 5 ildən artıqdır ki, sündürülürəm mən. Nəyə görə? Məşdiqanın hambalafasının bir Abbasıya görə. Amma bu 5 il, 6 il ərzində bəlkə bir 50 milyard bu məmurlar pul yiyiblər Azərbaycanın büdcəsindən, vətəndaşlardan, rüşvətlərdən. Amma yenə hala mənim məhkəmə qətnamalarım əllərdə gəzir. Baxan yoxdur. Amma məmurlar 50 milyard, bəlkə 100 milyardlarla bu 5 il ərzində pul yiyiblər. Cənab prezident, xahiş edirəm, dövlətin adından çıxardılan məhkəmə qətnamalarına görə mənə dəymiş ziyan ödənilsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və günahkarlar cəzalandırılsın.